Magazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Sosial şəbəkədə yayımlanan canlı yayım zamanı Ləman, Sako, Tima və Gülsüm arasında maraqlı anlar yaşanıb. Belə ki, iştirakçılar canlı yayım zamanı bir-birlərinə verəcəkləri cəzaları açıqlayıblar. Onların səsləndirdiyi cəzalar və reaksiyaları yayımı izləyənlərin diqqətini çəkib. Həmin anlar canlı yayım zamanı izləyicilər tərəfindən maraqla qarşılanıb. Sözü gedən görüntüləri təqdim edirik. Sana. Ay hiç boş vermedim. Tima, Ləman səndə. Sakal başka bir Beş tane ceza. bir şey yumurta işte. Çiğ yumurta nədir? Öldürün Ay, deme bu Timan cezaları. məsələn sən. Ağır ver, bunlara sərt ver artıq. O 5 tane soğan soysun yesin diri diri. Yeyə bilmirsən. Mehram alsan Timan. 5 tane soğan Acaba- temizleyeyim. Bir baş Acaba- sarımsak yesin. Yok da yemez Acaba- ceza vermedi. O biraz Ləmana səhhətə ilan ziyanlı kimi şeyler. sürünmək verək. Ne? İlan kimi sürünsün. Yuharda sürünəcək. Evde o başına. Naibe buradasan. İyi istəmirəm. Yox, sürünmək istəmirəm. İlan kimi sürünsün. 100 tane jim Maraqlı var. cəza verin də. Bu mən maraqlı cəza verin eləyirəm. Bu Özüm ceza uzaqlı. ver. Zako. Zako. O da Ay maraqlı insanlar, değil. mən Benim özüm cezam da uzaqlığından maraqlı deyirəm değil. ki, mənə maraqlı cəza verin, mən eləyirəm. İlan kimi sürün, yumurta iç, soğan ye. Bu nə cəzalardır, ditski? İlan kimi olsun. Mən maraqsızdır bu. 50 tane jim vurarsan. Amma bəlkə bunu da yengə eləyək. Hiç danışma. Yox, Cəmilə çox sağ ol. Başqa cəza maraqlı olsun. Təsəmmüsat doğru. O da yox. Şeyləmanda beni para deyiləsin. Tim olsun. O yolla bu cəzadır. Mənə bir təhqir. Benim Təhqir. yeni sözü yazma, orijinal. Mod vermirəm, yox. Sən ürəyinə qurban. Mən Sən Timan'a neydə çox qurban? baxmamışam axı Timan'a elə də çox parodiya eləyim. Yəni eləyə bilməyəcəm, maraqsız olacaq. Maraqlı cəza verin. Özüm öz verin. ağzımdan deyirəm, maraqlı cəza verin. Deməli Maraqlı. deyirsən. Topluluq içinə girirsən, Ləman. Aha. Mhm. Yaxşı. Hamı olan yerdə, Aha. olan yerdə. Hə. Riski tam içəri girərək ortada göz qabağında olan yerdə tam riski birdən-birə 30 saniyə Onu eləyə Qışqırırsan. bilmərəm gecə vaxtı. ancaq xəstə. 30 saniyə qışqırırsan. Yox, onu gecə Restoran vaxtı eləyə içində. bilmərəm axı sən cırarlar məni. Restoran içində. Yo, restoran yox. Yo, onu qışqırmaq yox, Sako, şeydir. O cəmaatı mən narahat eləyirəm, onda xəstə. Amma Ağzımı cırarlar. Əlləvə. Bütün markette qaraçılıq elədim. mən bildim nə edə bilər. Hmm. Gülsüm Mən gəlinlikdə evə gəlmir, ay Tima. Yox, cəzanı dəyiş, ay Sako, maraqlı cəza verin. Gəlin. Ay maraqlı vermişik də, ay Gülsüm. Maraqlı. Restoranda zatdinə. Gülsün bizə gəlin gəlsin. Restoran Bərdə yox, restoran, nə bilim. Bulvar, Ağşəhər, açıq hava. Qaydına bir də gəlin getəsi olur. Açıq hava olmur. Bugün belədir cəza. Çalış uduz. Getəsi olmadı o yetim. Uduzdurmayın da bizi. Ağ plastinə örtüyündə başını tam örtürsən, gəlirsən. Oturursan meşə dibat kimi mən də oynayacağam. Dəyişdirə bilərik də əslində cəzanı. Həmişə dəyişdiririk. Orada alçaldıcı zat heç şey yoxdur, maraqlıdır. Əksinə maraqlıdır. Dəyiş yazır. Eş yazanlar denə sənə dəstək olsun.
Aa, güzellerim de. Gözlerin respetlerinde. Lemon kaynamar olayını. Kız aklıma bir fikir soktun kız. Değil mi? Tako. Hadi hadi. Ləman qaynana olsun, Gülsüm də gəlin olsun. Yesinlər bir dənə evdə, bir evdə qaynana gəlin münasibəti qırğınlar olsun. Harda? Düzdə, Gülsüm gildə, fərqi yox. Yiyip ne cezadır? Qırğın, qiyamət, bir-birlərini saçın yoxsun. Maraqsızdır. Neydi? O cəzanı bizə verəcəkdi. Takon verdiği ceza maraklıydı ona. Bəli, Yox, çox. yox. Ev yox. Onda ağlında qalmış Yox, ay, Takon Gülsüm. cəzanı verək ona. Ne görüm elə. Bir dəfə danışmışdıq da o ev söhbəti yox. Ev söhbəti. Dedi ev cəzası olmasın. Açamlar. Olsun, ya məsələn Ləman gil olsun, ya da Ləman bizə gəlsin. Bura gəlməmsə, sən. Ha olsun koy kaynana gelin olsun. Yox, bura gəlməmsə, bir dəqiqə deyə. Gəlmişəm Bura gəlməyinə, amma bir dəfə gəlmişəm. Neçə dəfə gəlmişəm bir cəzanı. 2 dəfə zaten, 3 Bir dəfə iki cəzada gəlmisən. Mama o söz deyəndən sonra gördün ki, Yenə gəlmə. mama, əgər alınmırsa, Gülsüm, mən başqa adam tap. Problem yox. Çünki evdə mən o maraqlı cəzalar, mən sənə dedim ki, cəzalar maraqlı olur. Yayında gəlib, yayında geysə. Nə özünü dağ başına qoymusan? Yo, dağ başına deyil, mama qoymur da, neyini. Maman qoymursa, cəzalar belə alınır. Sabah mən deyim ki, Mən o elədiyim cəzanı Ləman eləmir axı. Mama da deyir kim eləmir? Sən nə bilirsən, Ləman? Ləman, mən evin içində olmuşam. Sən nə danışırsan? Evin içinə girmişəm. Qızı da yanında Ləman. Nə olacaq ki? Mən ona zərrə qədər nəsə hörmətsizliyim olub, o mənə nəsə olub. Yox, Evinin təbii ki, içində yox, olmuşam. Nə var idi? Ləmanın yanında anası var idi. Əgər sən özünə arxayın deyilsənsə, nəsə sənin səhvin varsa, onda şübhəyə düşə bilərsən. Belə nə şübhəyə düşə bilirsən sən? İstəyirsən 100 dəfə gedim Ləmangin evinə. Kim zərrə qədər bizim haqqımızda nəsə deyə bilər? Nə deyə bilərlər ki bizim ha? Dost dostun evinə, veçi, sənin qapın açıq deyil mənə. Yox, açıqdır. Açıq. İndi Ləmanı müəyyən bilsə də... Koymadı. Maması baştan koymasaydı o heç. Ama Ləman həyatında indi var. Mənim mamam məsələn, mənim mamam mənim o öz fikrim idi. Mən dedim ki, o cəzanı eləmirəm. Yəni maraqlı cəzalara görə eləyirəm, yoxsa belə pis sıxmırsan. Elə ki, onda yaxşı, gəlin libasında, əgər ev istəmirsənsə. Çölün ortasına stol qoysan, həmin o plastinada da otur, bağzalı ilə qoyacaq, oturasın. 5 dəqiqə. Oo. Mesela ne Restoran- tapılır gəlinliyi, ay Sako? Ha? Gəlinlik dili ağ plastina, örtük kimi də, ağ şey kimi, gəlinlik olur. Hə. Düzdür, düz deyil. Hə, düzdür. Narahatçılıq yoxdur ki. Sən qarışma. Özünüz bilərsiniz. Gedirsən, düz restoran girişin böyründə stolu qoyursan, ağ şeydə, örtükdə oturursan. 5 dəqiqə bağzalığını qoyuruq. Ya da istəyirsənsə belə gəlirsən. Yo, restoran yaxşıdır. Tamam. Sevgilisi var, bilmirəm. Yo, Yəni məni başdan deyirəm, cəzaları maraqlı eləmək üçün fərq eləmir. Bu Ləmana da aiddir, Timayət da aid, mənə də aiddir. Gedər sənin sevgilin. Ay, yoxdur da, Tima, olsa niyə demirəm? Yox, Sən onda cəzası nə oldu? Bana Üzülmüş çatmadı. deyiləm. əcəb yaxşı deyib, bunlar da gəlirlər özləri bir həftə göstərib özlərinə birini tapırlar deyəsən. Yaxşı da səndə. Mən cəza ver görüm. Ləmanın cəzası. Evet. Eyni sözü yazmayın. Ləman da Gülsüm həmin o gəlinlik paltarda getmir, ay Tima. O arxadan gəlinlik paltarda tutsa necə olar, ay Tima? Bu ne cezadır? Sən eyvan hazırda bu gəlinlikdə gedir, uduzmayın. Nəysə zaten uduzmayacaq. Başından konfet satıyor. Başından konfet sal, ay sağ ol, baldızlıq eləsin, Bizim hə? dəstəyim var.
İnşallah. idi. İnşallah var. Bilmirəm. Ay diye yoktu. Bir dakika diyor. Bir dakika diyor. Ha, o var idi. Maskaya bürünmüş. Adı neydi onun o maska benim açık hareket ediyen? Hansıydı o? Kutsatır gelsin benim onunla işim var. Deyin biləsiniz. İhtimali düşün bulamadım. Tima. Benim işim var. Ay Tima. Terk etsem Qərarımı dəyişdim, səni qaynana eləyirəm. Əsl qaynana çıxar səndən. Üzcüran, gəlin evi dağıdan, Hə, lampa, ilk yağını o qapıdan bu qapıya sürtən, oğlunun evini yıxan, dağıdan əsl Düzgün. qaynana. Üzvə yapışsınlar sənin. Sən əsl qaynanasan bugün Tima. Timaya gözəl yaraşacaq. İfritə qaynana obrazı. Lemal, ayağına böyük razmer kablok giyinirsen, giyinen köye gezənmirsən, böyük razmer ayağında kablokla ya lampa ya da cüzgü tutursan mağazalıyla bu restorana yola salsan, senin işin kutarı. Bu da restoranda oturur. Cəza Hansı oldu. restoranda gecə vaxtı? Yok, qəşəng restoran. Narahat olmayın, ben de geldim. Arkaya dön. Harayı? Ha? Yenge Başa oldu. düşmədim mən cəzamı. Ay İsa, senin ceza, sen ceza. Bu üstüne plastiklə örtüb ağappaq gəlir axı, düzdür? Aha. Bunu sən də böyründə, Aha. güzgüdə, ayağında böyük razmerdə kablo. Böyük razmerdə Kablokun kablo var. yoxdur mən. Və Gödək kablok olsun, nə ola kablok olsun. saçını zadını belə eləyərsən. Uy, saçım başımda pis gündə olan vaxtı. Gün sən düzəbəlli saçın var. Belə eləyərsən. Yo, yo, yalan. Lama, saçını buradan geçə yığıb proşka ilə belə quyruq kimi sallanır. Kim deyir mən WhatsApp-da yazam? Bacı qurban, Güzgü sən bir tutacaq. də adı yaz. Düşmür. Bəli, güzgü temadan Timo